Günlərin bir günü bir dənə padşah olur, bunun bir dənə şiri olur. Qayıdır deyir ki, kəndə vəzirə deyir ki, kəndə hay-haray sal, başım kim şiri öldürsə qızımdan cinsi əlaqədə olacaq. Nəysə hay-haray salır, tökülür, gəlir hamısı pəhlivanlar zatlar. Heç kim şiri öldürənmir, şir yeyir bunları. Vəzir görür, çarə yoxdur, bir dənə ləzgi tapır, görür, bir dənə ləzgi gəlir, deyir, ay gəl bura, şah sağ olsun, bəs belə bir şey deyib. Ləzgi də qayıdır, deyir ki, nə olub ay vəzir? Deyir, ay heç nə, şiri öldürəcəksən, şahın qızı ilə cinsi əlaqədə olacaqsan. Qayıdır, deyir, başa düşmədim, ay vəzir. Deyir, ay necə yəni başa düşmədim, nəyə şiri öldürəcəksən, qızı sikəcəksən. Nəysə, çönür üzünü, gedirlər, girirlər şirlə qəfəsə, üstünü örtürlər qəfəsin ki, görsənməsin də qan qeysan. Biraz boğuşma gedir içərdə, sakitləşir ara, düdü görürlər ləzgi belə külü qaldırır, qayıdır deyir ki, ay vəzir, bunu sikdimə, kimi öldürəcəm. Vaxt olur ki verilmir, krovni payokda, evdəkilər də gəlmir, heç nə yox tokda.